Uşaqlarda Meckel divertikulu bu nədir? Bu anadan gəlmə bir inkişaf qüsurudur. Sarı cisim axacağının göbək ciyəsi ilə bağlı olan sarı cisim axacağının obliterasiya olmaması nəticəsində yaranır. Ümumiyyətlə qısa bir loru dillə vurğulayım. Meckel divertikulu nazik bağırsağın terminal hissəsində olan bağırsağın üzərindən əlavə bir çıxıntı şəklində bağırsaq hissəsidir ki, və bu nə problem yarada bilir? Bunun içinə qida girərək həmin yerdən çıxmalıdır qida. İlişir və nəticədə iltihablaşır. Meckel divertikulu iltihablaşması bəzən apendisit və digər xəstəliklərlə qatışdırıla bilir ki, və bunu necə ayırd etmək olar? Meckel divertikulu ümumiyyətlə çox zaman simptomsuz keçir, bəzən təsadüfi başqa bir cərrahi müdaxilə zamanı aşkarlanır. Bəzən isə apendisit əməliyyatı zamanı apendisit diaqnozu qoyulur və girilir, görülür ki, apendisit ikinci dəyişikdir ki, divertikul var, axtarılır. Divertikulun daha dəqiq müayinəsi kontrastlı kompüter tomoqrafiya və sintiqrafiyadır və Meckel divertikulu aşkarlanıbsa, nə etmək lazımdır? Cərrahi müdaxilə olunaraq aradan qaldırılması mütləqdir. Çox nadir hallarda Meckel divertikula qanaxma verə bilir ki, bu da məddənin qara nəcisin olması ilə özünü biruzə verir. Bu zaman əgər durduğu yerdə qarında ağrılar, nəcis ifrazında qara varsa, Meckel divertikulu olmasına şübhə olunaraq bunu araşdırmaq lazımdır. Təşəkkür edirik.